Dur silsiləsi, Mhm. Bazar düzü zirvəsi, bir də baş su ayrıcısı. Arsa. Bəs şimal-qərbdə sərhədlərimiz hansı Gürcüstan sərhəd? Respublikası Mhm. Sərhədin uzunluğu nə qədərdir? 471 kilometr. Aha, hansı obyektlərlə əhatə olunmuşdu? Candagöl, Ceyrançöl, Çobandağ, Mazın, Qanıq, bir də Qabırlı. Arsa. Bəs cənub-qərbdə hansı dövlətlə həmsərhəddir? Türkiyə Respublikası ilə Cənub-qərbdə Türkiyə, bəli. Hansı rayonla, hansı obyektlər sərhəddir? Araz çayı. Türkiyədə bir dənə sədərəkdəndir da, yəni o ən qısa həm Araz çayıdır, həm də sədərək. Türkiyədən uzunluğunun, sərhədin uzunluğu nə qədərdir? 15 kilometr. Aso. Qərbdə hansı dövlətlə həmsərhəddir? Ermənistan. Sərhədin uzunluğu nə qədərdir? 1007 kilometr. Aso. Hansı obyektlərlə əhatə olunmuşdu? Şahdağ, Mırğuzdağ, Şərqi Göyçə, Zəngəzur, Dərələyə. Dərələyə silsiləsi, Qarabağ vulkanik yaylası. Aso. Bəs cənubda hansı dövlətlə həmsərhəddir? İran Respublikası. Aso. Sərhədin uzunluğu nə qədərdir? 765 kilometr. Aso. Muğan düzüdür. Hansı obyektlərdir burada? Araz çayı, Muğan düzü, Bolqar çay. Astara çay. Bir Astara. Yaxşı, şərqdə nə sərhədli olmuşdu? Əhatələ. Xəzər dənizi ilə. Sağ ol. Sərhədin uzunluğu nə qədərdir? 825 kilometr. Neçə dövlətlə həmsərhəddir Xəzər dənizində? 5 ölkə ilə. Hansılardır? Azərbaycan, İran, Rusiya, Türkmənistan, Qazaxıstan. Sağ ol. Burada hansı adalar var? Pirallahı, Böyükzirə, Xərəzirə, Tilov, Muğan. Muğan. Bunlar Azərbaycana məxsusdur. Yaxşı, Azərbaycan dünyada ən böyük gölü hansıdır? Xəzər. Hansı kanal vasitəsilə gəmilər Atlantik və Şimal Buzlu Okeanına çıxış eləyir? Volqa. Aysa, Volqa çayı, bir də kanal var orada. Volqa Don kanalı. Aysa. Respublikamızda şimalda hansı böyük dağla əhatə olunmuşdu? Şimalda Böyük Qafqaz, qərbdə Kiçik